Narkotiklə bağlı ittiham ağır məsuliyyətdir. Əgər sən və yaxınların narkotiklə bağlı ittihamla üzləşmisənsə, bunları mütləq bilməlisən. İlk öncə vəkillə müqavilə bağlamalısan. Əgər buna maddi imkanın çatmırsa, dövlət hesabına vəkil tələb et. Vəkillə açıq hər mövzuda danış və cinayəti törətmədiyini bildir. İfadən vəkilin yanında alınmalıdır. Mütləq ifadənin vəkilin yanında alınmasına nail ol və bu zaman cinayəti törətmədiyini bildir. Əgər sənə təzyiq olunursa belə etiraf edici ifadə vermə. Təəssüf ki, hüquq mühafizə orqanları sonradan etiraf edici ifadələri əsas sübut kimi hesab edirlər. Əgər sənə fiziki və ya psixi təzyiq olunubsa, bu barədə aidiyyatı qurumlara, prokurorluq orqanlarına məlumat ver. Əgər həbs edilmisənsə, həbsinlə bağlı təzyiqxanaya gətirilərkən fiziki zorakılıqların qeydə alınmasına tələb et. Barəndə şəxsi axtarış və ya baxış istintaq hərəkəti aparılırsa, bu zaman vəkilin iştirakını tələb et və bu zaman cinayəti törətmədiyini bildir. Əgər buna imkanın yoxdursa, yəni cinayəti törətmədiyin barədə məlumat verə bilmirsənsə, sus və heç bir sənədə imza atma. Barəndə həbs qəti imkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilərkən bu dediklərin barədə hakimə məlumat ver. Çünki hakimin vəzifəsidir ki, müvafiq tədbir görsün. Narkomaniya bir bəladır, özlüyündə digər cinayətləri doğurur. Özümüzü və yaxınlarımızı bu bəladan qoruyaq.